Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Ebel Kasimi Muhammed ve alihi tayyibin tahirin. Salam, xoş gördük hər birinizi, hörmətli izləyicilərimiz. Allahın salavatı, salama, rəhməti, bərəkəti və məğfirəti üzərinizə olsun inşallah. Bildiyiniz kimi mübarək Ramazan ayının içərisindəyik və bu ayda tutduğunuz oruçların və etdiyiniz ibadətlərin Haqq Teala dərgahında ali dərəcədə qəbul olunmasını diləyirəm. Allah Teala inşallah hər birimizi kamil oruç tutanlardan və onun itaət və ibadətində həqiqətən də sənin qəlbinə dayananlardan eləsin inşallah. Allah Müteal Quran-ı Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində belə buyurur ki: Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum leallekum tettekun. Ey iman gətirənlər, həqiqətən oruc sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi ki, sizə də fərz qılındı ki, bəlkə təqvalılardan olasınız. Biz oruca ümumilikdə, yəni tarixinə nəzər salanda ayədə də buyurulduğu kimi görürük ki, oruc artıq bəşər tarixinin ümumiyyətlə 1000 illərdir alın yazısıdır. Yəni bəşər tarixində nə qədər Allah pərəst və Allaha itaət eləyən ümmətlər olubsa, Allah Müteal onların hər birinə orucu vacib qılıbdır, fərz qılıbdır. Ancaq ortaya belə bir sual çıxır ki, əgər bu orucun bütün ümmətlərə fərz qılınan tarix boyu bu orucun yalnız mənası səhər ac qalıb, səhər azanından, sübh azanından, şam azanına qədər ac qalıb, axşam da iftar eləməkdən ibarətdirsə, bunun bəşəriyyət üçün hansı faydaları olur ki, hansı yəni fövqəladə bir təsirləri var ki, Allah Teala bunu bütün ümmətlərə vacib qılıbdır, fərz qılıbdır. Yəni bilirsiniz, əgər səthi bir faydadan söhbət geçsəydi, onda Allah Teala ən azından bunu müstəhəb və yaxud da ki, bəyənilmiş bir əməl, mübah bir əməl kimi qeyd edərdi. Ancaq ortada bir vücub, vaciblik varsa, deməli məsələnin mahiyyəti daha dərindədir. Biz imamlarımızın kəlamlarına baxanda, Allah Rəsulunun kəlamlarına, onların davranışlarına, bu haqda etdikləri xütbələrə baxanda, söylədikləri rəvayətlərə, hədislərə baxanda görürük ki, həqiqətən də orucun mənası sırf ac qalmaqdan ibarət deyil. Oruc bir mənəvi təkamül vasitəsidir. Bir insani təkamül vasitəsidir. İnsanın kamala gedən yolunda ona təkam verəcək bir vasitədir. Bilirsiniz, orucun bir çox faydaları var. Biz onun hamısını verilişin çərçivəsinə sıxışdıra bilmərik. Ancaq belə baxanda orucun həm fərdi faydaları vardır, həm ictimai faydaları vardır. Fərdi faydalarından bunu qeyd etmək olar ki, oruc insana bir möhlət, bir fürsət tanıyır. Bu bir ay mübarək Ramazan ayı və bu aydakı Allah Müteal şeytanı zəncirləyir, göyün rəhmət qapılarını insanın üzərinə açır və insana bir şans tanıyır, insana bir fürsət verir ki, ən azından bu ayda mənəviyyatını zənginləşdirsin və digər 11 ayda qazandığı günahları Allah dərgahında bu ayda bağışlatdırsın və eyni zamanda da mənəviyyatını zənginləşdirsin və bununla da təkamülə doğru daha sürətlə inkişaf edəsin, təkamül yolunda, kamal yolunda əl ayağına dolaşan, yəni ruhi təkamülündə ona maneçilik törədən o günahları Allah dərgahında bağışlatdırsın. Görür ki, bu ayda Qədir gecəsi vardır, hansı ki 1000 aydan üstündür. Bilirik də onun tarixində necədir, nə cür şənin nüzulunda oxuyuruq ki, təfsirində ki, bir dəfə
Allah Rəsulu bir qövm haqqında söhbət eləyirdi, Bəni İsraildən ki, onlar 80 il dayanmadan gecə-gündüz Allah yolunda cihad etdilər və Allah onlara cənnət bəxş elədi, Allah onları bağışladı. Belə olan halda müsəlmanlar Allah Rəsuluna sual edirlər ki, ya Rəsulallah, biz necə eləyə bilərik onların qazandığı savaba nail olaq? Allah Rəsulu buyurur ki, sizə bir gecə nazil olub, necə ki Allah Mütəal Qur'an-ı Kərimdə buyurur ki, Leylətul Qadr xeyrun min əlfi şəhr. Onlar o 1000 ay ki, yəni hesaba vuranda, günə böləndə gəlir 80 il eləyir. O 1000 ay ki, onlar gecə-gündüz dayanmadan cihad elədilər, Allah onun savabını bir gecədə siz müsəlmanlara verir. Onun savabını bir gecədə qazanırsınız. Yetər ki, həqiqətən Allah qarşısında sidq ürəklə mömin olun. Ona görə də oruç tutanda çalışmaq lazımdır ki, sırf ac qalmaq deyil, orucun, pərhizin digər şəraitinə də əməl edilir. Oruc əslində pərhizdir. Pərhiz çəkinməkdir. Yəni, çəkinmək sırf yemək və içməkdən deyil. Sizdə yemək və içməklə paralel olaraq fiziki baxımdan orucu pozan başqa vasitələr də var. Başqa səbəblər də var. Amma bununla yanaşı bir də orucun mənəvi yönü var. Ki, bayaq dedik ki, insan təkamülə doğru getmək istəyirsə, gərək ən azından günahlardan arına. Çünki günahlar maniyədir insanın qarşısında, Allaha yaxınlaşmaqda. Bu maniyələri aradan qaldırmaq üçün sırf və bağışlanılmaq üçün sırf ac qalmaq kifayət eləmir. Sırf fiziki səbəblərdən çəkinmək kifayət eləmir. Burada eyni zamanda da əxlaqi rəzilələrdən uzaq dayanmaq lazımdır. Mənəviyyətin təkmilləşsin, mənəviyyətin zənginləşsin. Necə ki, Məhəmməd ibn Yaqub Kuleyni rəhiməhullah Usul-i Kafidə İmam Sadiq əleyhissalamdan nəql edir ki, buyurur ki, İdə sumt fəlyəsum səm'ükə və basarək və şəruk və cilduk və addədə əşyai qeyri hazə və qalə lə yəkunu yevmu səvmikə kə yevmu fitrik. Buyurur ki, elə ki Ramazan ayı gəldi, oruç tutdunuz, o zaman yalnız ac qalmaqla kifayətlənməyin. Eyni zamanda qulağınız, gözünüz, cildiniz, dəriniz, tükünüz və bundan başqa bir çox şeylər, yəni oruç olmalıdır. Bütün bədən əzalarınız, bədən üzvləriniz. Elə olmuyor ki, sizin oruç vaxtınızla qeyri-oruç vaxtı, yəni iftar vaxtınız eyni ola. Yəni əxlaqi baxımından, davranış baxımından bu iki vaxt eyni və müsavi olmamalıdır. Niyə? Çünki əgər ortada söhbət pərhizdən gedirsə, pərhiz yalnız yemək içməkdən pərhiz deyil ki, oruc tutan qeybətdən uzaq olmalıdır. Dili oruc olmalıdır. Oruc tutan qeybət eşitməməli, qeybət eləməməli, töhmət vurmamalı, töhmət eşitməməli. Danışığı, gözü, hər bir şey, bütün bədən üzvləri pərhizdə olmalıdır. Haram eşitməməlidir, haram danışmamalıdır. Əli, ayağı, hər bir şey. Oruc həqiqi mənada budur. Belə olanda insanın mənəviyyatı zənginləşir. Əks halda bəzən görürsən ki, insan fərdi baxımından, orucun qeyd etdiyi ki, mənası budur ki, fərdi baxımından insan özünü mənəvi cəhətdən təkmilləşdirsin. İndi bunun təbii ki, fiziki faydaları da var. İnsan bədəni belə deyək, istirahət eləyir, mədə istirahət eləyir, bağırsaq sistemi istirahət eləyir, həzm sistemi istirahət eləyir və bunun insana fiziki faydaları olur. Bu öz yerində, amma tək məqsəd fiziki fayda deyil ki. Əsasən burada insanın mənəviyyatı zənginləşməlidir. Əgər biz səhərdən axşama oruclu olaq və bəzən görürsən insan ac qalanda əsəbi olur. Əsəbi olaq, belə deyək, kobud davranaq, belə deyək də, əxlaqımıza fikir verməyək, mənəviyyata heç fikir verməyək, səhər qalxdıq, axşama kimi səbirsizliklə yalnız və yalnız iftarın zamanını gözləyək
Yalnız ora fokuslanaq. Belə deyib, bütün ora təmərküzləşdirək. Yəni iftar vaxtına təmərküzləşdirək bütün zehnimizi, fikrimizi, düşüncəmizi. Belə olan halda hansı mənəvi zənginlikdən söhbət gedə bilər? Hansı mənəvi təkamül və yüksəlişdən söhbət gedə bilər? Bax, əzizlər, ona görə də çalışaq orucun digər yönlərinə də fikir verək. Orucun bir yönü də ictimai faydalarıdır. Bilirsiniz, insan özü fərdi baxımından təkmilləşdikcə, istər-istəməz bu ictimai sistemə də yansıyır. Yəni, ictimaiyyətə də yansıyır. Hər insan özünü mənəvi baxımından təkmilləşdirsə, hər insan özünü əxlaqi baxımından, əxlaqi normativlər baxımından təkmilləşdirsə, zənginləşdirsə, bu artıq ictimaiyyətin də islah olması deməkdir. İctimaiyyətin də yəni bu cür insanlarla əhatə olunduğuna görə ictimaiyyət deyəndə ictimaiyyət elə insanlardan ibarətdir. Sadəcə tək insan fərd hesab olunur. Çox insanlar bir yerə yığılanda, yəni orada bir yaşayış tərzi formalaşanda bu olur ictimaiyyət. Yəni hər bir insan özünü təkmilləşdirsə, mənəviyyətini təkmilləşdirsə, davranış tərzinə fikir versə, əxlaqi normativlərini zənginləşdirsə, ictimaiyyət islah olur. Ancaq bununla yanaşı orucun başqa bir ictimai faydaları da budur ki, xüsusilə bu Ramazan ayında qeyd etdi ki, insan özü əxlaqi rəzilələrdən arınır və bu da ictimaiyyətə yansıyır və eyni zamanda bir ictimai paylaşma, bir yardımlaşma sistemi formalaşır. Yardımlaşma mühiti formalaşır. Yəni bu ayda insan Allaha yaxınlaşır. Bilirsiniz, günah ki, insanda üst-üstə yığılır, qəlb qəsabət bağlayır. Qəlb daşlaşır. Qəlb də daşlaşanda insanla Allah arasında bir pərdə, bir hicab, bir maniyə meydana gəlir. İnsan ki, Allahdan uzaqlaşdı, artıq Allahın buyurduqlarını da eşitməyəcək. Allah da onun səsini eşitməyəcək. Nə mənada? Onun duaları qəbul olmayacaq. Çünki İmam Əli əleyhissalam necə Kumeyl duasında buyurur ki, Allahümməğfir liyəz-zunubəlləti təhbisud-dua. İlahim, mənim dualarımı həbs eləyən, dualarımı məhbus eləyən günahlarımı bağışla. Bunun mənası odur ki, günah insanla Allah arasında bir pərdə yaradır. Artıq uzaqlıq ki yaranır, mənəvi uzaqlıq ki yaranır. Sanki artıq nə sənin duaların Allaha çatır, nə də ki Allahın rəhməti sənə şamil olur. Nəzən görürsən, 2 nəfər üz-üzə dayanır. Psixoloji baxımdan belə bir nöqtə var ki, 2 nəfər üz-üzə dayanır, əsəbləşir. O 2 insan bir-birindən dava elədikcə səslərini get-gedə səs tonu yüksəlir. Bilirsiniz bunun mənası nədir? Çünki bu insanlar baxmayaraq ki 1 metrə yaxınlıqda dayanıblar. Ancaq çığırmağa, bağırmağa başlayırlar. Niyə? Çünki onların həmin anda ruhları bir-birindən uzaqlaşır. Mənəvi baxımdan, ruhi baxımından əsəbləşirlə bir-birinə nifrət yaranır. Ortada nifrət olanda o mehribançılıq olmur və o ruh bir-birindən kifayət qədər uzaqlaşır. Belə olan halda da artıq bunlar bir-birinə özlərini yaxın hiss etmirlər. Baxmayaraq fiziki baxımdan çox yaxındadırlar. 1 metrədə dayanıblar. Ancaq ruhi baxımından, mənəvi baxımdan bir-birindən uzaqlaşdıqlarına görə başlayırlar səslərini ucaltmağa. Ancaq məsələ burasındadır ki, ortada bir paradoksallıq meydana gəlir. Nə qədər səslərini ucaldırlar, qışqırırlarsa bir-birinin üstünə, o qədər bir-birini eşitməməyə başlayırlar. O dediyini o eşitmir, o dediyini o birisi eşitmir. Allahla da insanın bax münasibət bu cürdür. Bir insan ki, səhərdən axşama günah eləyir və dua eləyir, eyni həmin o sanki 2 şəxsdir bir-birinin yanında dayanıb, ancaq mənəvi baxımından ortalarında bir maniyə var. Sən həm günah eləyirsən və həm Allaha dua eləyirsən, yəni həm günah eləyirsən, həm Allahdan nəsə istəyirsən. Bu paradoksallıqdır. Burada bir qeyri-müəyyənlik var. O qeyri-müəyyənlik də həmin o günahlardır. Bu ayda bu günahlar ki bağışlanır, insan Allaha yaxınlaşır, mənəvi baxımından Allaha yaxınlaşan insanın da qəlbi yumşalır. Qəlbində bir mərhəmət hissi oyanır insanlara qarşı. O
Mövlana mı deyirdi ki, mən yaradılışı yaradana görə sevirəm. Çünki bu onun əsəridir. Bu onun yaratdığıdır, onun əsəridir. Elə olanda insan insanlara qarşındakı nə qədər kobud insanda olsa əsəbləşmirsən. Kasıba mərhəmətin oyanır. Yetimə mərhəmət hissin oyanır. Niyə? Çünki onların hamısını, bütün bəşəri, Allahın məzhəri bilirsən. Allahın sanki əsəri bilirsən. Allaha yaxınlaşdıqca onun bəndələrini də sevməyə başlayırsan. Və bu ay budur. İctimai faydası budur bu ayın. İnsanoğlu nə qədər Allaha yaxınlaşır, bir o qədər ictimaiyyətdə faydalı şəxs olur. Nə qədər Allahdan uzaqlaşır, bir o qədər Allahın yaratdıqlarına ziyan verici və parazit bir ünsürə, bir məxluqa çevrilir. Cəmiyyətin bir xərçək xəstəliyinə, bir parazitinə, bir virusuna çevrilir insan. Nə qədər ki Allahdan uzaqlaşır. Çünki Allahdan uzaqlaşan insan nəticə budur ki, şeytana yaxınlaşır. Şeytan da belədir də, şeytanın funksiyası budur ki, insanı azdırsın. Quran-ı Kərimdə necə ki, buyurulur ki, şeytan Allaha qayıtdı ki, فَبِعِزَّتِكَ and olsun sənin izzətinə لَاُغْوِيَنَّهُمْ اَجْمَعِينَ İlla ibadəkə minəhumul mutləsin. Onların hamısını azdıracağım. Yalnız sənin müxləs bəndələrindən başqa. Sənin xalis bəndələrindən başqa. Şeytanın andıdır. Şeytan öz funksiyasını yerinə yetirəcək. O insan ki, Allaha sığınmır, necə ki, Allah-u Teala Quran-ı Kərimdə çox yerlərdə buyurur ki, deyin Allaha sığınırıq, qovulmuş şeytanın şərrindən. Artıq o insan ki, Allaha sığınmır, istər-istəməz şeytana sığınacaq. Və şeytan da onu, şeytanın funksiyası bu deyil ki, onu islah eləsin, cəmiyyətdə bir faydalı bir insana çevirsin. Xeyr, şeytanın funksiyası budur ki, onu Allah yolundan saptırsın, onu Allaha yaxınlaşmaqdan saptırsın, onu qəflətə düçar eləsin və bunun da nəticəsində böyük bir cinayətlərə mürtəkib eləsin. Bu şeytanın funksiyasıdır. Onu öyrəzlərim, əgər istəyirik, həmi fərdi faydalarından faydalanaq bu ayın, həmi ictimai faydalarını icra eləyək, elə olan halda birinci növbədə nədir? Oruca həqiqətən oruc kimi yanaşmaq lazımdır. Allahdan üzülməmək üçün, Allahdan uzaqlaşmamaq üçün, Allahla bütün bağı qırmamaq üçün vasitələrdən biri də məhz orucdur. Oruc insanla Allah arasında sonuncu ipdir. Həmişə hara gedirsən, istər-istəməz bir gün səni Allaha bağlayır. O bir nəfər alimlərdən olur, ziyarətə gedirlərmiş karvanla. Qədimdə də belə idi də, indiki təyyarəyə əyləşirsən, yəni 2 saatdan sonra hansı istədiyin ziyarətə, istədiyin bir şəhərə uça bilirsən. Maşın var, avtomobil var, avtobus var, o zaman belə deyildi. Dəvələrlə, atlarla yol gedirdilər. Yolda bunlar quldurlara rast gəlirlər. Quldurlar bunları soyur və bunların yeməklərinlə yemək yeyirlər. Bu alim deyir ki, gördüm ki, quldurların hamısı yemək yeyir, birindən başqa. Biri bunlardan ayrılır və kənarda əyləşib yemək yemir. Deyir, bu mənim diqqətimi cəlb elədi. Mənə dedim ki, filan kəs, xeyr ola sən yemirsən. Dedi ki, ağa, mən orucam. Deyir, o gördü ki, ətrafında olan insanlar mənə biraz başqa cür yanaşırlar, mənə bir alim kimi baxırlar. Başladı mənə ağa deyə müraciət eləməyə ki, mən orucam. Mən bir vaxt bir dindar şəxs idim. Şeytan məni uzaqlaşdırdı, gəldim, düşdüm bu yola. Namazı da tərk eləmişəm, bütün ibadətlərdən üzülmüşəm. Bir oruc, bu bir dəniyi saxlamışam özümlə Allah arasında. Bəlkə bir gün qayıtdım. Bəlkə bir gün mənə nicat verdi. Bu şəxs deyə bu söz mənim xoşuma gəldi. Elə belə də olmalıdır da məsələ. Bir gün aradan bir neçə il keçmişdi. Məscid-ül Həramda, Kəbədə təvaf edirdim. Birdən bu adam mənim gözümə sataşdı. Gördüm ki, bu da təvaf edir.
Deyir, mən buna baxdım, bir qədər fikirləşdim, tanıdım bunu. Ki, bu həmin o quldurdur. Ki, bizim mallarımızı yolda əlimizdən almışdı. Deyir, bu da mənə baxdı, məni tanıdı. Deyir, yaxınlaşdı və mənə dedi ki, ağa, gördünmü, o oruc öz təsirini qoydu. Sən ki, mənə deyirdin, sən quldursan, sən bizim mallarımızı əlimizdən alıbsan, sən nə əcəb oruc tutursan, mən də sənə dedim ki, bu bir ipi Allahla öz aramda saxlamışam, bəlkə bir gün bu mənə nicat verdi. Bax, həmin oruc öz işini gördü və təsirini qoydu. Mən artıq tövbə elədim, o işi də tərk elədim. Bax, əzizlərim, orucun xüsusiyyətlərindən budur. Əgər orucu həqiqətən haqqı ilə əda eləyirsənsə, oruc da öz haqqını verir və səni Allah yolundan sapmağa qoymur. Hətta Allah yolundan sapsan, uzaqlaşsan da səni çəkir bir gün gətirir. Ona görə də inşallah çalışaq, bu ayın haqqını əda eləyək. Ramazan ayını məzlum şəkildə yola salmayaq. Biz zülm deyəndə sırf fikirləşməməliyik ki, zülm ilə kimisə işgəncə eləməkdir. Xeyr, bir şeyin haqqını əda eləməmək, ona zülm eləmək deməkdir. Allah Teala hər birimizi inşallah bu ayın haqqını əda eləyənlərdən və bu ayda bağışlanmış bəndələrdən qərar versin inşallah. Sağ olun, sağlıqla qalın inşallah. Allaha əmanət olun. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.